şəkəri olan bir müştərim bizim kətan yağını qəbul etdikdən sonra analizində maraqlı dəyişikliklər gördü. Gəlin birlikdə baxaq. Həm Aksabada, həm Bakıda analiz verdim, getdim, şəkər çıxdı. Sonra həkimin məsləhətindən SM Fresh Oil'in kətan yağını aldım və ondan başladım bir ay elə bil 2 qaşıq kətan yağı yarım stəkanda qatıq. Bir ay içdim, qarışdırdım möhkəm qarışdırdım, bir ay içdim və ondan sonra getdim analiz verdim, şəkər çıxmalı. Təşəkkür Fresh Oil. Bu tip nəticələri biz elmi tədqiqatlarda da görürük. Məsələn, belə bir eksperiment aparılmışdır. 29 nəfər ikinci tip diabeti olan şəxsdən 18-inə hər gün bir ay ərzində kətan toxumu verilmişdir, digər 11 nəfərə isə verilməmişdir. Və bir ay sonra qanın analizi aparılmışdır və aydın olmuşdur ki, kətan toxumu qəbul edənlərdə aclıq şəkəri 19,7%, glikohemoqlobin 15,7% azalmışdır və üstəlik pis xolestərinin də səviyyəsi kətan toxumu qəbul edənlərdə 21,8% azalmışdır. Və burada vacib bir məqam kətan toxumunun soyuq sıxım olması, rafinə edilməmiş olmasıdır. Çünki kətan toxumu çox tez xarab olan yağlar sırasındadır. Və əlbəttə ki, qatqısız və yeni sıxılmış kətan toxumunu bizim stendlərimizdə göz önündə çəkdirib əldə edə bilərsiniz.